أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا أقسم بهذا البلد وأنت حل بهذا البلد ووالد وما ولد. لا أقسم بهذا البلد وأنت حل بهذا البلد ووالد وما ولد. خلقنا الإنسان في كبد أيحسب أن لن يقدر عليه أحد يقول أهلكت مالا لبدا أيحسب لم يره أحد ألم نجعل له عينين ولسانا وشفتين وهديناه النجدين فلاقتحم العقبة وما أدراك ما العقبة فك رقبة أو إطعام في يوم ذي مسغبة يتيما ذا مقربة أو مسكينا ذا متربة ثم كان من الذين آمنوا وتواصوا بالصبر ثم كان من الذين آمنوا وتواصوا بالصبر وتواصوا بالمرحمة أولئك أصحاب الميمنة والذين كفروا بآياتنا هم أصحاب المشأمة عليهم نار مؤصدة صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله
الأطهار صلوات اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على وآل محمد. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. Sizlərdən xahiş olunur ki, qabağa sıxlaşasınız. Gələn qardaşlar da məclisdən istifadə edə bilərlər. Zəhmət olmasa. Ya Allah, ya Allah, Peyğəmbər alı Peyğəmbərə səlavat edək. Allahümmə salli. Məriz və mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizin acil şifa tahmalarına səlavat edək. Haqqı boynumuzda olan ata, ana, ustad, müəllimlər, bivaris, bədvaris olmayaq, ruhları haqqında səlavat edək. Din uğrunda, vətən uğrunda, başda Kərbəla şəhidləri, Seyyid-i Şühəda, İmam Hüseyin əleyhissalam, yar-ı ənsarı, əshabı olmaqla, Qarabağımızın azadlığı uğrunda canlarını fəda vermiş igid, cəsur, qəhrəman şəhidlərimizin ruhlarını səlavatla yad edək. Zamanə imami, ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təhcilinə, bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü səlavat edək. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم يا أيها الذين آمنوا اتقوا الله ولتنظر نفس ما قدمت لغد. صدق الله العلي العظيم. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən ana bacılarımıza və bizi istər ölkə daxilindən, istər ölkə hüdudlarından kənarda izləyən hər kəsə Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları, qəlbimizin dərinliyindən ifadə etdiyimiz bütün dua və hacətləri bizdən ali dərəcədə qəbul eləsin inşallah. Möhtərəm cəmaatımız, biz inanın bu günlərin şükrünü Rəbbimizə nə qədər etmək istəsək və ya etsək belə yenə azdır. Mən oxuduğum ayənin Zümər surəsi ayə 51, onu izah etməzdən öncə və digər surədən ayətlər ki izah edəcək, onları söyləməzdən öncə istəyərdim məclisimizin açılışında elə bir 10 gün Allah ömürdən vəfa qılsa, biz burada olsaq, sizinlə birlikdə bu məsciddə
və bu canlı vasitəsilə bir ola bilsək, ilk öncə bu məclisin sahibi Zəmanə imamımız olduğundan ona təvəssül edərək və sonda elə olduğumuz yerdən, evlərdən qoşulanlar, iş yerindən bağlananlar və bizlər də bu məsciddən imamımıza birlikdə salam deyək və sonra inşallah ki, həmi söhbətimizə, həm də əzadarlığımıza başlayaq. İnşallah ki, Zəmanə imamımızın fərəz duası ilə sahibi əza odur, qəlbi bizdən razı qalsın, xoşunud olsun deyə birlikdə inşallah harda varıqsa, birlikdə inşallah bir duayı fərəci bahəm oxuyaq. Bismillahirrahmanirrahim. Allahümme li veliykel Hacet ibnil Hasan Salavatüke aleyhi ve ala abai fi azis sa'a ve fi kulli sa'a veliyen ve hafizan وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك تمام وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. السلام عليك يا أبا عبد الله الحسين يا ابن رسول الله يا حجة الله على خلقه يا سيدنا ومولانا إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله اشفع لنا عند الله يا وجيها عند الله السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Peyğəmbər alıb, Peyğəmbərə sələvat çəkək. Və accil fərəcəhum. Allah bizi dünya və uqubada Qur'an və Əhl-i Beyt əleyhimussalamlardan ayrı salmasın. Möhtərəm cəmaatımız, bugün bildiyimiz kimi Mühərrəm ayının ilk günüdür və Hicri qəməri təqvimi ilə ilin ilk ayı və ilk günüdür. Yəni 1448-ci ilin, belə deyək, təzə ili, yeni ili. Amma
Hicrətin 61-ci ilində Kərbəla çölündə İmam Hüseyn əleyhissalamın və Yar-ı Ənsarının başına gələn hadisə tarixin qanlı yaddaşı olduğuna görə məhərrəmlik deyəndə elə Kərbəla yada düşür. Yəni əgər elimizdən, cəmaatımızdan maraqlananda onlar ki deyir məhərrəmlik nə vaxtı, yəni nəinki məhərrəmlik ayının sıradan bir təqvim ayı olaraq gəldiyini gözləyir. Məhz elə Kərbəla hadisəsini İmam Hüseyn əleyhissalamın və Yar-ı Ənsarının başına gələn hadisələri yad edir. Bugünkü söhbətimdə çalışacağım ilk öncə özümüz barəsində danışaq. Bu mənada özümüz ki, birinci özümüzü tanıyaq, hara gəlmişik, Allah bizi hara gətirib, növbəti çıxışlarımızda, söhbətlərimizdə biz Kərbəla barəsində danışacaq. Amma bizim bugünkü söhbətimizdə Kərbəla məktəbindən insanlığa olan bir mesaj barəsində danışacaq. Və bu 10 gün ərzində çalışdığım qədəri bir 10 dərs kimi, bir 10 mühazirə kimi. Çünki bəzilərimiz elə Kərbəlanı ağlamaq və göz yaşı axıtmaqdan ibarət bilir. Təbii ki, matəmdə qəmli, qüssəli, kədərli olub ağlamaq da lazımdır. Amma Kərbəladan bizə olan mesajlar və Kərbəlanın mahiyyət və əhəmiyyətindən mən elə hesab edirəm ki, bir çoxlarımız, xüsusilə də gənclərimiz xəbərsizdir. Deməli, Hicrətin 61-ci ilində Kərbəla hadisəsi baş verib, indi də 1448-ci ildir. 1448-dən 61 çıxanda yerdə qalar 1387. Yəni, bugünkü gün 1387 il bundan öncəki bir tarixi hadisənin anım gününə toplaşmışıq. Bu günün və bu ayın hörmətini qoruyub saxlamaq hər bir müsəlmanın İslam dininə mənsub olan qadınlı, kişili, cavanlı, qocalı hər bir kəsin boynunun borcudur. Çünki biz baxmış olsaq, hətta çətin dönəmlərdə belə bir xalq olaraq, bir millət olaraq biz məhərrəmlik ayının hörmətini qoruyub saxlamışıq. Hətta bizim burada yaşlılarımız var. Mən indi atamdan yaşlı olan ağsaqqalları görürəm. Amma əminəm ki, bizim məclisimizdə və bizi canlı vasitəsilə izləyənlərin arasında anamdan yaşlı olan nənələrim, elə analarım var. Onlar xatırlayarlar. Hətta Sovetlər dönəmində belə bu ayın hörmətini qoruyub saxlayırdılar. Məhərrəmlik ayına niyə görə bu qədər biz diqqət yetirməliyik? Bəlkə də yaşlılarım, böyüklərim bununla razılaşar. Mən deyərdim, bəlkə düzdür indi sayımız çoxdur. Amma o dövrdə biraz daha çox diqqət eləyirdilər. Daha çox ayın hörmətinin qorunmasında əzmlə mübarizə aparırdılar. Mənim indiki kimi yadımdadır. Məhərrəmlik ayı gələndə indiki kimi düzdür evlər çilçıraqlı olmasaydı, rəngarəng mavi ekranlar, televizorlar olmasaydı da, o ağ-qara hamının yadına gələr də, o əllə çevrilən. Onun üzərinə qara parça atardılar. Nəinki söndürərdilər, ha? Onun üstünə qara parça atardılar ki, artıq matəm ayı gəlir. Hətta o bəzək olanların, evlərində olanlar bilər, o yaşlılar bilər. Üstünü örtərdilər matəm rəmzi əlaməti olaraq.
toy etməzdilər, nişan etməzdilər. İndi bugün sayımız çox olsa da, amma bu kimi şeylərə biz o qədər diqqət eləmirik. Əgər baxmış olsaq, bu ayın hörmətinin qorunub saxlanılması barədə bizim elə klassik dahilərimizdən Xurşudbani Natavanidən olsun, Abbasqulu Ağa Bakıxanov olsun, Mirzə Ələkbər Sabirlərimiz, Nizami Gəncəvilərimiz, Məhəmməd Füzulilərimiz və sair digərləri. Əlbət, hamısını deməyə vaxtımız yox. Məqsədim bu ayın hörmətinin qorunulmasına deyəcəyim sözlər üçün bu müqəddimə olsun deyə Məhəmməd Füzulinin Hədiqətü's Süəda əsərində bu ayla bağlı bir beytini qeyd edəcəm. İlk hissəsində buyurur: Mah-i Mühərrəm oldu, məsərrət haramdır. Matəm bugün şəriətə bir ehtiramdır. Məsərrət ərəb dilində sevinc, xoşyanalıq, şadyanalıq etmək. Deyir, Mah-i Mühərrəm oldu, elə ki Məhərrəm ayı gəldi, məsərrət haramdır. Yəni, şadyanalıq eləmək, toy eləmək, nişan eləmək olmaz. Deyir, matəm bugün şəriətə bir ehtiramdır. Şəriətin sahibi kimdir? Peyğəmbər salavatullah, salavat zikirlər. Buyurur, bu ayda matəm saxlamaq şəriət sahibinə bir hörmətdir. Bugün bir müsahibə üçün yığmışdılar. Deyir, niyə görə məhərrəmlikdə toy eləmək olmaz və yaxud da ki, səbəb nədir? Dedim ki, doğmalarından, əzizindən dünyasını dəyişən var. Dedi, atam dünyasını dəyişib. Dedim, Allah rəhmət eləsin. Dedim, üstündən illər keçsə belə, atanın öldüyü günü sən toy günü təyin eləyərsən, müxbirdir, intervyu alır. Təyin eləyərsən, dedi, heç vaxt. Dedim, İmam Hüseyin əleyhissalam Peyğəmbər balası, şəriət sahibinin nəvəsidir, behiş cavanlarının ağasıdır, böyüklərimizin böyüyüdür. Bəs necə rəva qılarsan, görərsən ki, onun matəm günündə sən toy eləyəsən? Deyirəm, mən sıradan bir nəfər, Allah ölənlərinizə rəhmət eləsin, ata babam 89-cu ildə 4 yaşım var idi, dünyasını dəyişib. İndi bu günə qədər də həmin o dünyasını dəyişdiyi gün atam elə yad eləyir. Yadımdadır, uşaq olanda bura oxumağa, təhsil almağa gəlməyəndə əlimizdən tutardı, həmin gün onun qəbri üstə aparardı. İndi durub o gün 4 uşaq olmuşuq, heç birimizin toyunu atam öz atasının öldüyü günə salmayıb. Birdən 4 yox, 14 də olsaydıq, salmazdı. Axı, biz öz ölənimizə, atamıza, anamıza, nənəmizə, babamıza illər də keçsə deyir, bu nənənin il dönümüdür. Ata, məsələn, nə qədər sağdır, balalarına deyir, bu ananın, babanın il dönümüdür. Bəs biz etmədiyimiz kimi, mərhum şairimiz deyir, matəm bugün şəriətə bir ehtiram edir. Yəni, bugün sənin matəm saxlamağın şəriət sahibi olan Peyğəmbərə bir ehtiramdır. Ona görə biz əsrlər boyu bu ehtiramı Əhl-i Beytə böyüklərimiz bizə irs olaraq ötürüb, bugün də bizim boynumuzun vəzifəsidir, qadınlı, kişili, cavanlı, qocalı, İmam Hüseyin əleyhissalamın məclislərini qoruyaq və yaşadaq. Və matəm rəmzi qara olduğundan, indi ola bilər biri işlə əlaqədər, hardansa gəlib, yəni qara geyməyənlər çox-çox üzr istəyirəm, həmi xanımlar tərəfdə, həmi bəylər tərəfdə olanlardan üzr istəyirəm. Amma eləyə bilsək, bu 10 günü məclislərə gələndə, qara geyimdə, qara köynəkdə,
ümumiyyətlə qara olmasa da, yəni açıq olmayan tünd rənglərə üstünlük verək, bir daha biz imama əzadar olduğumuzu elə hətta zahiri görkəmimizdən, geyimimizdən belə onu ifadə edək. Bir sözlə, möhtərəm cəmaatımız, biz bu ayda əsas nəyə diqqət etməliyik və nəyin barəsində daha çox düşünməliyik? Öncə bir ayət oxudum. Həşr surəsinin 18-ci ayəsində Allah Taala buyurur: "Ya eyyuhellezina amenu ittaqullah." Ey Allaha inanan insanlar, Allahdan qorxun. "Valtanzur nafsun ma qaddamat liqad." Hər kəs sabahı üçün nə göndərdiyinə baxsın. Əslində bu dünya keçid dövrü və dünyası, məkanı olduğunu hər birimiz bilirik. Deyir, bu gün sən sabahın üçün nə etdiyini düşün. Və məhz Məhərrəm ayı da bizə bizim kimliyimizi və bizim harada olduğumuzu bizə göstərən bir aydır. İlk olaraq bu ayda biz İmam Hüseyn əleyhissalamı və onun yar-ı ənsarını yad etməliyik. Onu yad etmək nə ilə olar? Evindəsən, iş yerindəsən, indi məsciddəsən, nə gözəl. Bəziləri gələ bilmir, səhhəti ilə, işi ilə əlaqədar iştirak eləyə bilmir. Harda varıqsa, bu Mühərrəm Səfər ayında İmam Hüseyn əleyhissalamı yad edək. Çünki İmam Hüseyn əleyhissalam haqqın özüdür. İmam Hüseyni yad etməklə sən haqqı yad edirsən və ona mərsiyə oxumaq. Ola bilər özün mərsiyə oxuya bilmirsən, amma qulaq asa bilərsən, qulaq as yenə. Və xüsusilə də bu ayın ehtiramını qorumaq üçün son dərəcə paylaşımlarda diqqətli olaq. İstər sosial şəbəkələr üzərindən, istər şəxsi telefonlarımızda, paylaşımlarımızda son dərəcə diqqətli olaq. Baxmış olsaq, yer, göy fəsadla doludur. Bari heç olmasa mömin fəsad paylaşmasın. Möminə xanım o cahil və cahilələr təki paylaşım eləməsin. Yəni, biz də elə onlar tək elə paylaşım etsək, onda bizlə onların fərqi nə oldu? Ona görə bizim bugünkü gün üzərimizə düşən, bugün kompüter, texnologiya, mobil rabitə sivilizasiya əsridir. Minbərlərdə, məscidlərdə gəlib, belə deyək də, ictimai toplumda batil əqidələrini onlar insanlara söyləyə bilməsələr də, amma monitor arxasında şəxsi kimliklərini gizlədərək, müxtəlif, belə deyək, adlar altında onlar hətta bizim evlərimizə, otaqlarımıza qədər gəlib çıxıb. Yəni, bu günləri bir gəncin ideologiyasının yuyulması üçün hansısa tədbirdə, konferansda, hansısa dairəyə düşməsi lazımdır. Elə oturduğu yerdə, evində onun ideoloji baxımdan məhvə düçar olması danılmaz bir faktor və həqiqətdir. Ona görə bugünkü gənclərimizin üzərinə düşən məsələ, əgər o batil inanclı olanlar, dinlə mübarizə aparanlar, əgər utanmadan paylaşımlarını edirlərsə, nədən sən haqq olan dini, haqqı, həqiqəti paylaşım etməkdən çəkinəsən? O nöqteyi nəzərdən biz birinci vəzifəmiz əməl olaraq İmam Hüseyn əleyhissalamı, yar-ı ənsarını yad etməliyik və Kərbəla şəhidlərini təbii ki, xatırlamaq elə cümlə şəhidlərimizi, Qarabağımızın azadlığında canlarını fəda vermiş şəhidlərimizi yad etmək anlamına gəlir. İkinci məsələ, çalışağın bu ayda Qur'anı çox oxuyaq. Çünki İmam Hüseyn əleyhissalam bir gecə möhlət aldı, həmin gecədə Qur'an oxudu. Üçüncü məsələ tövbə və istiğfardır. Gəlin bu məsələdə mən bunun üzərində biraz dayanacam. Tövbə və istiğfar məsələsində. Əslində Kərbəla keçmişdə qalmış bir tarix deyil,
mənim əzizlərim, möhtərəm müsəlmanlar, bəzən görürsən, mövsümü aktivləşənlər olur. Məsələn, həc mövsümü gələndə deyirlər, onu niyə burada vermirsən, aparıb ora xərcləyirsən. Halbuki başqa ölkələrdə istirahətə milyonlar, milyardlar xərc olanda heç onu mövzu müzakirə məsələsi etmirlər. Kərbəla hadisəsi gələndə məhərrəmlikdə görsən, sünüyə vuranda deyir, özü niyə döyürsən? Qardaş, sinə mənimdir, qoy mən narahat olum da. Sən ki döymürsən, mənə görə, mənim sinəmə görə sən niyə narahatsan? Bir sözlə, o adiyyəti olmayanlar görürsən ki, daha çox aktivləşməyə başlayır. Ona görə bu məsələdə elə tarixdə olub bitib deyə qalıb məsələsi deyil. Əslində Kərbəla hər gün insanın içində yaşayan bir imtahandır. Hər gün haqq ilə batil arasında bir seçimdir. Məhz elə İmam Hüseyndən sonra haqq tərəfdarı, nahaq tərəfdarı, ədalət tərəfdarı, ədalətin olmayan tərəfi. Bir sözlə, burada tövbə məsələsində ona görə dedim, dayanacam. Bugünkü gün istədim ki, elə qəlbimizi hazırlayaq və sonra İnşallah sonda Seyyid Kərbəlayı qardaşım Nail əzizimiz də gəlib buradadır. Bugün elə sonda xanım Zəhra salamullah əleyhaya ananın fədakarlığı və bu məclisə xanım özü də nəzarət eləyir deyə sonda xanım Zəhrayın bu günlərinə, İmam Hüseyin əleyhissalama dediyi sözlərinə toxunub sözü qardaşıma verəcəm. Amma ondan öncə xahiş eləyirəm, xüsusilə ana bacılarımdan xahiş edirəm. Düzdür, mən onları buradan görmürəm, səslərini də eşitmirəm. Amma təbiətən xanımlar danışmağa meyilli olduğundan təxmin eləyirəm ki, bəlkə danışıb qulaq asmaya bilərlər deyə o nöqteyi nəzərdən deyirəm bu sözlərə biraz diqqətlə qulaq asın. Allah səni ki, evindən götürüb bura qədər gətirib, burada da dünya söhbət eləmə, yanındakı ilə qeybət eləmə. Barı bu 2 saat ki, əzadarlıq olacaq, Allah kəlamına müştəri düş. Allah kəlamına diqqətlə qulaq as. Bugün bəlkə də bu məclisdə elə insanlar var ki, aramızda ibadət əhli deyil. Amma İmam Hüseyin əleyhissalamın eşqi budur ki, namaz qılmayanı da, ibadət əhli olmayanı da məclisinə gətirir. Bugün bizim o cavan qardaşlarımız buradadılar. Bir neçəsi öz dostunu gətirib, dedi ki, acı bu namaz qılmır, amma dedi, mən də məscidə gedə bilərəm. O qədər sevindim, bir bağrıma bastım o cavanı, 2 nəfər idilər. Dedim ki, bu İmam Hüseynin məclisi elə namaz qılanlar üçündür. İmamın o sevgi, məhəbbəti sənin qəlbində olmasaydı, sən yüzlər, minlər o cavanın içərisindən seçilib bugün bura gəlmisən. Bu bəylərin də arasında ola bilər, xanımların da arasında ola bilər. Amma bir neçə dəqiqə, bir neçə söz deyəcəm, düşünərək, sanki özünlə baş-başa Allahla öz aranda bu sözlərə diqqətlə qulaq askinən və xüsusilə bu 10 günün qədrin bil. Çünki bu 10 gün ruhun dirçəlişidir. Ruhun meyracıdır, yüksəlişidir. Aramızda əminəm elə insanlar var ki, namaz qılmır, amma imamın eşqi, Allaha olan o bağlılığı onu bugün götürüb bu məclisə gətirib. Bəlkə də elə biriləri var ki, mən əminəm, bunları bilirsinizmi niyə qeyd edib danışıram? Bəzən olur ki, gün ərzi elə məsciddə olanda o yaxınlaşanlardan özümə bir not alıb onu söhbətimdə vurğulayıram. Bir cavan yaxınlaşıb deyir, mən neçə dəfə tövbə eləmişəm, amma tövbəmi pozmuşam. Amma bugün namaza başlamışam, bugün gəlmişəm ki, istəyəm ki, bir də namaz kənarlaşmasın, bir də bu yoldan uzaqlaşmayam.
Dəfələrlə tövbə edib, amma yenə geri dönüş eləyənlər var aramızda. Amma bugün əslində içində bir çağırış var. İlk günüdür Mühərrəm ayının. Bugün əslində ona sanki ilahidən bir nida var. Allah səni çağırır. Allah səni gözləyir. Allah əslində möhlət verib, şans verib ki, sən bura gəlişinlə düzələsən və bir də başqa yollara getməyəsən. İnanın, mən bunu hər dəfə söyləyirəm və bugün də söyləyirəm. Mən bilmirəm, nəinki gələn il, bilmirəm, sabah bu minbərdə siz möhtərəm cəmaatımızla üz-üzə qarşı-qarşıya burada əyləşəcəm yoxsa yox. Amma Allaha həmd sənalar olsun ki, günahkar olsaq da Allah ömürdən vəfa qılıb imamın məclisinə gəlmişik. Və unutmayaq ki, Peyğəmbər salavatullah buyurur, Ət-taibu minəz-zəmbə kəmən la zəmbələh. Günahdan tövbə edən kəs, günahsız kəs kimidir. Bugün bu gecə Allahla öz aranda tövbə təzələ. Bəzən görürsən ki, sənin içindəki o nəfslə, o şeytanla Allahın sədası arasında mübarizə gedir. Bəzən görürsən elələri deyir ki, şeytan əslində dedizdirir. Yəqin bu sözləri siz də eşitmisiniz. Deyir, mən dindən o qədər uzaq düşmüşəm, çətin bir də dinə qaydam. Əslində bu şeytanın diktəsidir. Amma şeytan bu cür demiş olsa da, unutma ki, Allah deyir, mən qəlbləri dəyişdirənəm. O bu sözü sənə dedizdirə bilər. Amma qəlbləri dəyişdirən Allahdır. Bəzən görürsən, insanın içindən bir səs deyir ki, sən ki bu qədər günah eləmişsən, daha sən bağışlanmazsan. Allah səni bağışlamaz. Əmin ol, bu şeytanın səsidir. Amma Allah nə buyurur? Buyurur ki, ey mənim bəndəm. Peyğəmbər salavatullaha buyurur, la təqnətu min rəhməti. Mənim rəhmətimdən nacuman olma cinə. Yetər ki, sən denən, Allah məni bağışlar. Allah bağışlayar. Çünki o mehriban və bağışlayandır. İmam Əli əleyhissalam buyurur ki, fürsət bulud kimidir, keçib gedir. Bəlkə də ömrünün son fürsətidir bu gecə. Sənə Allah verib ki, burada tövbə eləyəsən, Rəbbimə dönüş və qayıdış eləyəsən. Bir sözlə, bugün möhtərəm cəmaatımız, mən sözümü müxtəsərləşdirim, qardaşımızın o gözəl səsindən istifadə edək. Bugün Məhərrəm ayının ilk günüdür. Bəlkə də bir qəlbin oyanış günüdür. Yəni, bəlkə də qəflətdə, cəhalətdə olan içimizdə bəziləri bu gecə oyanacaq. Bugün bəlkə də bir ömrün dönüş astanasıdır. Yəni, bir ömür başqa fikirlərdə olub, amma bu gecə bir gecənin içərisində o ömrünü dəyişə bilər. O zülməti nura qərq eləyə bilər, çevirə bilər. Bir sözlə, Kərbəla bizə təkcə ağlamağı, matəmi deyil, həm də ruhumuzun oyanışı və dirçəlişini bizə göstərən bir aydır. O səbəbdən nəticə olaraq möhtərəm cəmaatımız, gəlin, Mühərrəm ayının ilk günüdür, bu gecə Allahla özümüzdə müəyyən sözlər bağlayaq. İndi ki oturmusan, qəlbin biraz yumuşalıb, aram olub. Allah sənə bir daha ömürdən möhlət verib ki, bu ildə imamın məclisinə gələsən, harda oturmusan, səsimi eşidirsən, istər canlı vasitəsilə, məsciddəsən, evdəsən, iş yerində, hardasan fərq eləməz. Bir anlıq Allahla əhd bağla. Bir neçə şeyi söz ver. Denən Allah, söz verirəm,
tövbəmi bir də pozmaram. Allah söz verirəm, namazlarımı vaxtında qılaram. Allah söz verirəm, özümü islah edərəm. Bir də qeybət eləmərəm, böhtan atmaram. Bilmədiyim, əmin olmadığım şeylər barəsində danışıb insanların abrını aparmaram. Özümüzü düzəltmək üçün Allahla öz aramızda bu sözləri deyək. İnanın, mən əminəm ki, bu gecə xüsusi bir gecədir. Mühərrəmlik ayı, xüsusilə bu 10 gecə insanın ruhunun dirçəldiyi bir gecələr olduğuna görə mən buna əminliklə və qətiyyətlə söyləyirəm ki, inşallah bu sözlər, bu məclis hər kəsin qəlbində, ruhunda mənəvi təsirə malik olacaq. Bu qədər özümüz barəsində, özümüzün və məclisimizin barəsində danışdıq. Bir neçə kəlmə İmam Hüseyn əleyhissalamın və Yar-ı Ənsarının məsələsinə toxunum. Möhtərəm cəmaatımız, İmam Hüseyn əleyhissalam hətta körpə vaxtları idi. Təzə dünyaya gəlmişdi. Peyğəmbər salavatullah səfərdə idi, qaydandan sonra adını qoyur. Bağrına basır, hələ taza dünyaya gəlib. Həzrət onun alnından öpərdi, dodağından öpərdi, bir də boğazından, bəzən də deyirlər yaxasını açardı, sinəsini açardı, sinəsindən öpərdi İmam Hüseynin. Və hər dəfə öpəndə də ağlayardı. Deyir, xanım Zəhra salamullah əleyha soruşardı ki, ya əbəta, atacan, ya Rasulallah, niyə Hüseynimi öpəndə ağlayırsan? Həzrət buyurardı ki, qızım Zəhra, ənə uqabbilə mawzi'a suyuf, mən qılıncların yerini öpürəm. Bu Hüseynin adında bilmirəm nə var. Adı gələndə qəlblərə qəm, qüssə, kədər də olur. Necə ki, indi zümzümə eləyib ağlayırsan, Allah bizi bu məclislərdən heç zaman ayrı salmasın. Xanım Zəhra salamullah əleyha deyərdi ki, ya əbəta, niyə ağlayırsan? Mən analarımdan soruşuram, sizə and verirəm Allaha. Əgər qundaq körpə balon əlində olanda, onun başına nə gələcəyini bilmiş olsaydın, nə hala qalardın? Tarix yazarlar yazır, Peyğəmbər salavatullah Aşura günündən danışardı, deyərdi xanım Zəhraya. Deyir, xanım Zəhra salamullahi əleyha, o balaca qundaq balası dizi üstündə, qolu üstündə layla çalıb yatıranda, o hadisələri yadına salıb ağlayardı. Həm layla çalır, həm də Kərbəla hadisəsini yadına salır, ağlayır. Peyğəmbər salavatullah buyurmuşdu ki, əynində olan paltarları da soyarlar o namərdlər, o zalimlar. Əsrin imamı, görün əzizlər, o məlunlar, zalimlar tərəfindən xanıma buyurmuşdu ki, sənin o öz əllərindən toxuduğun köynək kəfən əvəzi olar. Xanım Zəhra salamullah əleyha, İmam Hüseyn əleyhissalam hələ qundaq idi, balaca idi. Ona kəfən əvəzi köynək toxuyurdu. Ana üçün nə qədər ağır olar. Deyir, xanım Zəhra salamullahi əleyha o can üstündə olanda son bir neçə kəlmə deyib qardaşıma verəcəm sözümü. Qızı Zeynəbi çağırdı. Qız övladı üçün ana yoxluğu çox ağırdı. Aramızda əgər o xanımlardan, o bacılarımızdan anasını əlindən cavan verənlər varsa, onlar bilər ana etkisi nədir. Deyir, xanım Zeynəb salamullah əleyhanı çağırdı. Dedi, qızım, mən dünyamı dəyişirəm. Sən qardaşlarına həm bacı, həm ana əvəz olarsan. Və o əlləri ilə toxuduğu köynəyi, dedi, qızım, bunu sənə əmanət eləyirəm.
Nə vaxt ki, qardaşın Hüseyn Kərbəlada bu köynəyi səndən istədi, bil ki, əlaqəsini kəsəcək. Bil ki, o gedişin, qayıdışı, dönüşü yoxdur. Bacı üçün nə qədər ağır olar, qardaşın köynəyini saxlayır, amma bilir bu köynək ona kəfəndir. Amma o an idi ki, xanım Zəhra salamullahi aleyhanın o çətin anları idi. O anları idi ki, Fizdə deyir, qapı döylərdi. Mən istəyərdim, gedim qapını açım. Xanım Zəhra salamullahi aleyha deyərdi Fizdə, səbr elə. Gəl məndən yapış, deyir, yatağından qalxızardım. Bir əli divarda, bir əli sinədə. O əhli işarələr bilir o xanımın hansı vaxtları idi. Deyir, bir əli sinədə, bir əli divardan yapışa-yapışa gələrdi qapını Mövla Əlinin üzünə açardı. Mövla Əli deyərdi ki, qızı Zəhracan, niyə belə eləyirsən? Axı narahatsan. Deyərdi, oğlu Əlican, vəfaya bax, eşqə bax, diqqətə bax, ehtirama bax. Deyərdi, oğlu Əlican, mən sənə layiqincə qulluq eləməmişəm. Mən sənə layiqincə xidmət eləməmişəm. Bilirəm, bu evdən, bu xanədən, əhl-i beytdən atam Rəsulullaha tez mən qovuşacam. İstəyirəm ki, nə qədər ayağım yer tutur, sənə xidmət eləyim, sənin qulluğunda özüm dayanım. Amma o an oldu, o vaxt gəldi, çatdı, daha xanım öz yatağından da qalxa bilmir. Deyir, Fizdiyə dedi ki, istəyirəm əmim oğlu Əliyə vəsiyyət eləyəm, son sözlərimdir. Deyir, Mövla Əlini çağırdı, balaları kənarlaşdırdı. Mövla Əliyə bir neçə vəsiyyət elədi. Dedi, əmoğlu Əlican, Mövla Əli baxır xanımın o halına ağlayır. O məzlumə halına, o Siddiq Kübranın o şəhidə canına baxır, ağlayır. Xanım Mövla Əlinin o üzünə o gözün yaşı axıra, ona mənim bu canım qurban olsun. O göz yaşlarını o yanağına tökülən, üzara tökülən yaşı silir, sınıq qabırğasına basır. Mövla Əli buyurur, qız Zəhracan, niyə belə eləyirsən? Buyurur, oğlu Əlican, mən atam Rəsulullahdan eşitmişəm, məzlumun göz yaşı bütün dərdlərin dərmanıdır. Oğlu Əlican, sən də dövrün məzlumusan, haqqı əlindən alıblar. İmamətin ki, yataqda belə imamı difa edir. Deyir, Mövla Əlini qəmgin görəndə eşqvə qurban olum xanım, ədəbvə, iffətvə canım qurban xanım. Deyir, Mövla Əlini qəmgin görəndə tutardı İmam Həsənlə İmam Hüseynin əlindən, dolanardı Əlinin başına, deyərdi, oğlu Əli, fikir eləmə, sənin Həsənin var, sənin Hüseynin var. Deyir, tutardı onların əllərindən, deyərdi, oğlu Əli, əmin qızı Zəhra ölməyib, gəlib Mədinədə mühacir və ənsarların qapısını bir-bir döyərdi. Deyərdi, gəlin imamımızdan beyət eləyin, niyə ona xəyanət eləyirsiniz? Amma bir an gəldi, xanım yatağından qalxa bilmirdi. Deyir, dedəm, oğlu Əlican, sən mənə həm qardaş olmusan, həm ata olmusan, həm ana olmusan. O bacılarım bilər, analarım bilər. Allah heç kimə cavan dağı göstərməsin. O mən haldan şahid olmuşam ki, o evdən ki görsən cavan çıxanda, o evdə o cavanın bacısı olanda bir Allahı abu-hava olur. Amma görürsən bacı olmayanda elə bir adamsız kimi görürsən evdən çıxar. Deyir, xanım Zəhra salamullahi aleyha dedi, oğlu Əlican, mənim bacım yox, qardaşım yox, mənim bacı əvəzi özün oxşayarsan, mənim bacı əvəzi özün ağlayarsan, oğlu. Bir neçə vəsiyyət elədi, onlardan biri də bu idi ki, son sözüm, buyurdu, analarım bilərlər, o gecə vaxtı görərsən, o körpələr oyananda su istəyərlər, ana onlara tez-tez su verər. Deyir, Mövla Əliyə gör nə vəsiyyət eləyir, buyurur ki, oğlu Əlican, o anda belə balalarını düşünür. Dedəm, oğlu Əlican, mən dünyamı dəyişirəm, atam Rəsulullaha qonaq gedirəm. Amma sən balalarıma həm ata ol, həm də ana ol.
Nə bağda mənim qəbrim üstə yubanasan, məni tez dəfn elə, balalarım səndə olmaz, o nə hala qalar. Dedi, hər gecə balalarım su istəyər, xüsusilə də o məclisinə adına qurban olduğum ağamız İmam Hüseyni buyurdu ki, Hüseynim gecələr çox su istəyər. Nə bağda onu susuz qoyasan. Yara kabutlarım bulanadan gedir, bulanadan gedir. Tabut-ı Fatıma kaşanadan gedir, kaşanadan gedir. Rahm eyle ey Xuda, yalqızdı Murtazam, nalandı dört balayam, Zahra dayan dayan. Hamma məzlum əlinin səsinə səs versin. Zahra dayan dayan. Zahra dayan dayan, Zahra dayan. Sen de o 4 tane balanın sesine ses verdin. Zahra dayan dayan, oyam o. Zahra dayan dayan, Zahra dayan dayan, Zahra dayan dayan. Zahra bir kez balaları mahşerdi bu gece, mahşerdi bu gece. 5 yaşta Zeynep'i aram edip Zara balalar bir yana yana değiller, ana gitme. Oy ellerde ölenler evlaylar. 5 yaşda Zeynep'i aram edim nece, aram edim nece. Kulak as, hey səsləyir ana, eyle nəzər mənə, qurban olum sənə. Zəhra dayan dayan, hamı mənə səs versin. Zəhra uca uca, Zəhra dayan. Hanım bu məclisə də nəzər elə, de başıma. Dayan dayan, Zəhra. Nə qədər səsin var, əllərimi qaldır de. Zəhra, xanım bu əllərə nəzər elə. Xanım bunlar balamın yansına gəlirlər ayğın. Xanım bunların ələsinin bir dərdi var. Zəhra dayan
Uça uça Zəhra Zəhra dayan dayan Zəhra dayan dayan Bir bəbir vəsiyyətlərin elədin Əvvəl mah-ı mühərrəmdin Əziz ustadım Fəxrim Hacı Eldaya qardaşım işarə verdin Amma biz hər zaman əvvəl mühərrəmdə Həzrəti Zəhranın adı ilə başlayarıq balasının matəbini Ay qədəm qədəm götürüb Zəhra balasının yasına gələnlər Ay bir ildir bu günü gözləyənlər Ay bir ildir dərdiniz kimə deməyənlər Həzrəti Zəhranın qapısına mütəvəssil olub Bir neçə vəsiyyətin elədi Mevla Əliyə Dedi Əlican dəffinni billah Kəffinni billah Qəssilni billah Dedi oğlum məni gezə qusl elə Məni gezə kəfən elə Məni gezə dəfn elə Qoyma bir mürüvvətlər mənim cənazəmə yaxın gələnlər Amma can verən vaxtində Dedi Əlican Balalarımı sənə dəbiyirəm Əli Balalarımı sənə dəbiyirəm Əli Hamı ağlasa Qoy mənə ürək dağlasın Əli hamı ağlasa qoy ürək dağlasın Amma amanın günüdür qoyma Hüseynim çox ağlasın Ay Əli Səs verin ya Hüseyin Hər yerdə görübsüz Mənim böyüklərim, mənim ağsaqqallarım, analarım, bacılarım hər biriniz görübsüz Bu da təkrardır, amma qəlbimizi yandırandır Əgər ana dünyadan geçsə evdə Cavan gəlin dünyadan geçsə Onun rəsmidir ki balaların evində saxlamazlar Onun balalarına apararlar qonşu evinə Onun balalarına apararlar qohum evinə Çün o ananın cənazəsini onu heç balaları görməzlər Gördü Səlman belə bir mənzərə qəlbi alışır Ananın qusluna cab əldə uşaqlar su daşır ay Allah Belə müsibət olmaz, belə dərd olmaz Ananın balaları su gətirə onun analarına Hamını sakitləşdirən Əlidir Məzlumiyyət və ömrümüz qurban Əli Balovun yası gəlib Hamı gəlib ağlamağa Həzrəti Zəhra gələr Mövla Əli gələr Peyğəmbər gələr bu məclislərə Amma qusul verəndə Hacı canı ağlayan gözlərinə qurban olum O ağlayan gözlərinə mənim ömrüm qurban Əmir əl-Muminin Həzrəti Zəhraya qusul verəndə Balalara dedi mənim balalarım çox ucadan ağlamayın Bax sual verin birinin anası dünyasını dəyişsin Ona gəlib qapıda demək olar yavaş ağlar Ona gəlib demək olar ki uzadan ağlama Ürəyim boşaldar da ağlayar da deyir mən anam gedib dünyada Mənim evimin zinəti gedib evimdən Mənim evimin rəhməti gedib evimdən Mən yavaş necə ağlayayım Amma Mövla Əli gör nə qədər məzlumdur Gör nə qədər müsibəti var Dedi mənim balalarım ağlayanda yavaş ağlayım Onlar ətəklərin bağladılar ağızlarını ağladılar Həzrəti Zəhraya Amma Fizzə deyir qustum bir yerində Gördüm Mövla Əli əllərin qoydu divarı Elə hönkürtü ilə ağladı
Elə ürəkdən ağladı. Dedim Mövla, sən balaları sakit eləyən əlisən. Sən balaların ürəyin ələ alan əlisən. Amma niyə burada şiddətlə ağladı? Ondan əlin qoydu ürək başına. Mən gərək hər dərdimi səndən böləydim, bölmədim. Mən sənin qusluq verəm, saəs öləydim, ölmədim, ölmədim, qaldım cənazən üstəsinə dağladım, ölmədim öz əllərimlə gözlərimi bağladım, yaralı Zəhra. Cesedi tapşırdım Allah'a, yaralı Zəhra. De görüm yaralı Zəhra. Cesedi tapşırdım Allah'a, yaralı Zəhra. Cesedi tapşırdım Allah zara, sininde olan yâre utandırdı beni. Zəhra sənə quslu verəndə sınan qabırğalarıma dəydi əlim. Zəhra üzü vəsili deyər yer utandırdı beni. Utandırdı beni, utandırdı beni, utandırdı beni. Qız uşağına betər təsir edir ananın yoxluğu. Mənim analarım, bacılarım eşidirlər məni. Ananın yoxluğu qız uşağına betər təsir edir. Niyə? Qız ki evdən gəlin köçər hazıca. Qız ki evdən gəlin köçər, onu hər zaman anası xeyir duasını verər. Anası bəziyər. Anası ona deyər, bala get xoşbəxt olasın. Amma xanım Zeynəb gedir, gəlin köçür evdən. Həzrət xanım Zeynəbin ağlar günləri gəlib, matəmi gəlib. Həzrət xanım Zeynəb gəlin köçür evdən, gözü baxdı bir yanan qapıya. Gözü baxdı bir Məzlum əlinin üzünə, gördü gözlərindən yaş cari olur yerə, dedi, ata ağlama. Ata ağlama, mənim bəxtim belədir. Ata ağlama, mənim bəxtim belədir. Üzün çevirdi Həsənə, dedi, qardaş, mən sizə həm ana olmuşam, həm bacı olmuşam. Belədir da, ana dünyasını dəyişsə, böyük bacı analıq eləyər. Böyük bacı qardaşlara, bacılara analıq eləyər. Dedi, Həsən qardaşım, mən sizə həm ana olmuşam, həm bacı olmuşam. Amma ürəyimdə bir istəyim var, bir nisçilim var. Dedi, bacı, qurbandır sənə canım, de mənə istəyir. Dedi, qardaş, ellər içində belədir rəsm o qərar. Dolandırarlar tazə gəlini, küçə və bazar. Vəli bu Zeynəbin qəlbində bir nisçili var. Baxdı xanım Zeynəbin üzünə, dedi, bacı, nədir ürəyindən hissin? Dedi, qardaş, ürəyim başını qəm oxu ilə yarmayasız. Mənim anam döyülən küçədən aparmayasız. Məzlumiyyətə qurban olur. Məzlumiyyətə qurban olur. Hüseynim vay Hüseyin. Darıxmışdınız bunu o hərsi. Hamımız əyləşək vuraq. Gözəl bir inşallah ki dizimizə vuraq Allah'ın izindən. Bir gözəl inşallah əzadar olaq. Hüseynim vay, Hüseynim vay. Ey bir kefen Hüseynim vay.
Hüseyin'im nuri enim var. Yaraların akar kanı, eder günler meydanı. Bacın ölsün başın hani, susuz elde ölen kardeş, yaralı can veren kardeş. Hani o köyleyim kardeş, sen öldün düşmenin kaldı Hüseyin. Seni öldürdü Kemal'dı, üzüğün üstüne neden saldı. Gerek kan ağlasın Zeynep, Turak inşallah cehanı dağlasın Zeynep. Ölüncen ağlasın Zeynep, Hüseyin'im nuri eynim var. Hüseyin'im var, Hüseyin'im var. Yetir buna hemi erşe, perişan olmayım neynim, başa yorulmayım neynim. Nebi insaf emişid var, libansın eyleyip talaya, koyubdur neşvür ya. Hüseyin'im nuri eynim var. Sana Zeynep bacın kurban, adamsız Zeynep'em kardeş, kömeksiz Zeynep'em kardeş. Kardeşsiz Zeynep'em kardeş, kömekleri batıp kane, düşüp heres bir yana, sızıldaram yana yana. Ay nökerem nökerime Fatıma can, susuzam Kevser ve Fatıma can. Nökerem tekrar tekrar, nökerem nökerime zikrele nökerem nökerime. Bir de nökerem, ezber elə bunu. Fatıma can sen Hüseyin o Hasan'ın moderisən,
Müstəfanın o gülün o bərsən, sən vilayət şahının yavərsən, sən vilayət şahının yavərsən. O pərəm nökər və Fatimə can, can fəda səngər və Fatimə can nökərəm. Nə qədər səsin var ucadır. Sərvə Fatimə-can, sənəyum bir imamın anası, sən gəroldi der o divar arası, ağladar aləmisin ön yarası, ağladar aləmisin ön yarası, od vurublar dərvə Fatimə-can nökərəm. Heyyət ucadır. Nökər və Haqqın ey dost nəbi batmayacaq, düşmənin Kamə xanım çatmayacaq, Fatimiyyə Ələbi yatmayacaq. Eşqini göstərdinə, eşqini göstərdinə, Bəhbə Fatih-i Xeybər'dənə, Saqe-i Sağərdənə, titresin aləmdənə, zikridəm Adəmdənə, həm ya Əli həmdənə, ey dili nalandənə, dərdü və dərman denə, eşqü və qurban denə. Ay Zəhra geçmə dayan, səbrim oldu talan, Heydər avara qaldı. Məndə yoxdur davam, sənsiz öləm inan, Heydər avara qaldı. Zəhra geçmə dayan, Zəhra geçmə dayan, səbrim oldu talan, Heydər avara qaldı. Məndə yoxdur davam, sənsiz öləm inan, Heydər avara qaldı. Ayrılıqda ay maşallah. Gecə bir də uca ayrılıqda ay maşallah. Evdə sənsin, gecələr ağlar Biz gecələr ağlar Əli, ey vay bilməmişəm, əşqün silməmişəm, bu göyərmiş üzündən. Ey vay bilməmişəm, əşqün silməmişəm, bu göyərmiş üzündən. Dərdin oldu ələm, ta ki öpdü Həsən, qana dönmüş gözündən. Gördüm ağlar, ürəyindən alışır, gördüm ağlar, ürəyindən alışır xəlvətində. Ağır əldən danışır xəlvətində. Ağır əldən de görüm ayrılıqda, ayrılıqda. Yorulma, yorulma bir dedi. Ayrılıktan, ayrılık. Ay maşallah. Evde sensin,
ağlar Əli evdə sənsiz. Gecə ağlar Əli sənsiz, həm nəfəsim dünyadır qəfəsim. Bir ölümdür nicatım, Heydər avara qaldı. Nalə eyləyirəm, ömrün eyləyirəm, bir səfadı həyatım. Qəlbimi mən gərək icründə bölüm, qəlbimi mən gərək dur dua et, dur dua et. Sən elə məndə ölüm, dur dua et. Sən elə məndə ölüm, ayrılım. Gecə oy eşqimə təzim edərik, can sənə təslim edərik. Eşqimə təzim edərik, can sənə təslim edərik. Ya Hüseyin, ya Hüseyin. Əllər, əllər, əllər. Ya əllərimi qaldır uzad et. Ey ya Hüseyin, ey ya Hüseyin, ey veren Allah'a göre baş mezan, saklayıp Allah adı ve cavidan, saklayıp Allah adı ve cavidan. Kanlı başın neşini biz her zaman kalbi de tersim eder, eşkıva tazim eder. Ya Hüseyin, ya Hüseyin dede. Ya Hüseyin, ay maşallah ya. Ya Hüseyin, Hüseyin sağ ölüye şehrize ehsan ele, sinezeni dertlere derman ele. Saxla Hüseynə əzab, saxla Hüseynə əzab. Dərd ilə dolmuş cahan, vur sinə göz yaşı tök. Ahu fəqanım gəlim, qan ilə yazdığı zaman, hem gece hem gündüz değil, Hazreti Taha değil, Madar-ı Zehra değil, Kalple Celal değil, Aşık-ı Heyyət değil, Köyde meleşler değil, Qəmli ürəklər değil. Ya Hüseyin, ya Hüseyin de, ya Hüseyin. Eşq ilə ya Hüseyin. Hey, pay verib Allah sənə gəncinələr, qədrini bilməz məgər əhli nəzər. Zərrə o paydan bizə versən əgər, zərrə o paydan bizə versən əgər, aləmə təqsim edərik, eşqi və təzim edərik, san sənə təslim edərik. Sen ya Hüseyin, ya Hüseyin. Maşallah ya Hüseyin, ya Hüseyin, ya Hüseyin. Ey kapısı aleme bab-ı kerem, Kıble-i candır o münevver harem, Kıble-i candır o münevver harem. Kimsene hatir götüre bir kadem, biz ona tahkim ederiz, eşkı ve tazim ederiz, can sana teslim ederiz. Ya Hüseyin, ya yorulmuşsan,
Hüseyin ya Hüseyin eşkile Ya Hüseyin Ay gavrebi ceydi alay eşke senet İster şah hüzünden medet İster şah hüzünden medet Vaktimizi ömrümüzü ta ebed eşkile tenzim ederim Can sana teslim ederim Eşkı ve tazim ederim Can sana teslim ederim Ya Hüseyin, Ya Hüseyin Ya Hüseyin, Ya Hüseyin Hərəmdən ayrı düşmüşəm Bu həsrətinə yanmışam Yenə o altı quşəli Zərih üçün darıxmışam Hərəmdən ayrı düşmüşəm Bu həsrətinə yanmışam Yenə o altı quşəli Zərih üçün darıxmışam İcazə ver gəlir Ay bəxtəvər olmağa bu qərabəsindir Bəxtəvər Bəxtəvər olmağa bu qəra Ay maşallah Kərbəla bəsindir bu qara köynəyə Hüseyin Bir ömrüdür bürünmüşəm İməyliyən zamanda mən Dalınca hey sürünmüşəm Bu qara köynəyə Hüseyin Bir ömrüdür bürünmüşəm İməyliyən zamanıdan Dalınca mən sürünmüşəm Sinəmi dağlaram Qavrəvi bağlaram Sinəmi dağlaram Qavrəvi bağlaram Ölüncə ya Hüseyin Sənə mən ağlaram Ölüncə ya Hüseyin Sənə mən ağlaram Bəxtəvər olmağa bu qəra Bir ovuc söhbəti Kərbəla Bəsindir ey türbəsi خاک شفا آی کربلا آی کربلا شهر وفا جوی صفا آی کربلا آی کربلا آی کربلا آی کربلا استیان آی کربلا آی کربلا آی کربلا آی کربلا سنده یatıb bir məhliqa aləm gəda dur olağa qurban o qanlı torpağa ay Kərbəla ay Kərbəla sinə vur ey qibləyi huri ədən var səndə bir baysız bədən çoxdur məqam
آی کربلا آی کربلا ده آی کربلا آی ماشالله خدایا bu cəmə ərbəyin Kərbəla nəsib elə. Ay Kərbəla ay Kərbəla səndə gözəl günlər yatıb bir yerdə üç dilbər yatıb Əkbər yatıb Əsğər yatıb ay Kərbəla ay Kərbəla Ağrıcıya şiə dağana dənə Tapdın sen o gün imtiyaz Açtı Hüseyin mihrab biraz Qan ilə aldı dəstəmaz Ay Kərbəla ay Kərbəla de ay Kərbəla ay Kərbəla ay maşallah ay Kərbəla ay Kərbəla ay Kərbəla ay adına əzbər olmasa dilim lal eylə ağa adına əzbər olmasa dilim lal eylə ağa yaşın o kər olanmadım Məni helal eylə ağa Məni helal eylə ağa de Məni helal eylə ağa Məni helal eylə ağa Məni ağa eylə ağa Sən məni boşlasın gedib Qapı qapı gəzənlərə Sən məni boşlasın gedib Qapı qapı gəzənlərə Sən denən ölüm ağa Ayrılığa dözənlərə Məni helal eylə ağa de Bir də uca məni helal Əlvi qaldır denən Məni helal eylə ağa Məni helal Məni helal eylə ağa Ya Hüseyin helal elə Ya Hüseyin helal elə Dərdin üstə mən dərdim Sən həmişə mərd oldun Mənəm zaman namərdə Qocalıram yavaş yavaş Neyliyim qorxuram ağa Qəbrə gedib mənim yerim Rozələrində boş qalar Məni helal ey Niyə bunu hamı demir? Eylə ağa Məni helal eylə ağa Məni helal eylə ağa Uca məni helal Məni helal Bir bəndimiz qalıb inşallah Məni helal eylə ağa Amma sinə vurasın məni helal eylə ağa Qəbrə gedib
dəxi Hüseyn xeymə quram sənə qəbrə gedib dəxi Hüseyn xeymə quram sənə kəfənə bağlanar əli sinə vuram sənə ya Hüseyn helal elə nəsətimi qurtardım Rozə qədri bilsəydim mən sənə çox ağlardım məni helal məni helal məni helal eylə ağa de məni helal eylə ağa məni helal eylə ağa məni helal eylə ağa gözü yoldayam halı bir gələn ölürəm Həsən ölürəm Hüseyn bacızam mənə gətirin kəfən ölürəm Həsən ölürəm Hüseyn gözü yoldayam hanı bir gələn ölürəm Həsən ölürəm Hüseyn bacızam mənə gətirin kəfən ölürəm Həsən ölürəm Hüseyn Zeynəb 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 sinə vurma de Zeynəb 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 Əl-Vapar sinəvə Zeynəb Zeynəb nərəba çıraq məhəbbətin bu çətin zamanədə yanmasın özünüzü mənə yetirin bu can yorulan bədəndə yubanmasın kəfən istədim məni əfv edin bu sözüm Hüseynə toxunmasın o yatıbdı qəbirdə bir kəfən ölürəm Həsən ölürəm Hüseyn Zeynəb 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 Zeynəb, 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 Zeynəb Zeynəb, Zeynəb Zeynəb iki munesim, iki həmdəmim iki afitaba məsəl sözüm İki rəhbərim, iki sərvərim iki dilbərim, iki xoş sözüm İki qardaşım, iki sevgilim biri sağ gözüm, biri sol gözüm İki nur deyib öl Həsən ölürəm Həsən ölürəm Hüseyn Zeynəb, Zeynəb, Zeynəb Zeynəb, Zeynəb Zeynəb, Zeynəb, Zeynəb Zeynəb, Zeynəb, Zeynəb Zeynəb, Zeynəb nə qədər yazıb yazımı qara qələmi qəza bu qədər məni xəsər oldu Zeynəbə həm qədəm hara getdim olmadı məni nə bəlalı çöl mənə qəbr olub nə Mədinə torpağı mədfəni
diyen şiyeler yeryüzü viran olup susuz eli asgari kanuna gel kan olup onda denen eşiğe vay 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 vay, vay vay, vay Oy Xudaya bizi zəvvar elə kər bu bəlaya Xudaya bizi zəvvar Öpəy qəbri Hüseyni gələk ah-ı əzaya Xudaya bizi zəvvar Öpək qəbri Hüseyni gələk məhu nəvaya Canəm Hüseyn canəm de Canəm Hüseyn canəm Canım düşək səcdəyə bahəm Edək çoxlu dualar Edək səcdəyə bahəm Edək çoxlu dualar Deyək Nuhə Hüseynə Baxaq bəzmi əzaya Düşər yada o günlər Xanım Zeynəbin anam Gələr ahu fəqanə Baxıb qanlı minaya Görüb nəşi Hüseyni Batıb qanə sərasər Başım kəsmiş o zalım Vurub noki cidaya Xudaya bizi zəvvar Xudaya bizi zəvvar elə kər bu bəlaya Gələk ahu nəvaya Canəm Hüseyn canəm Canəm Hüseyn canəm Canəm xitab etdi o Zeynəb Mənim tazə cavanım Qalıb isti gün üstə Qalıb isti qum üstə Odur ruhi rəvanım Susuz kəsdilər başım Qanım tökdülər ey vay Necə biz dözərik bəs Belə cövrü cəfaya Canəm Hüseyn canəm Canəm Hüseyn canəm Xudaya bizi zəvvar Canəm Hüseyn Canəm Hüseyn canəm edib cismini üryan Bu torpaqların üstə qalıb isli günahdan Odur yavrəli peykər biri söylər atam vay Biri söylər oğul vay Biri qardaşım ey vay Çıxar nalə səmaya bizi çatdır ilahi Yetək ərz-ı mürada Quraq vəzm-i əzabiz Müqəddəs pakada Bizim pis günümüzdə Yetişsəydi o dadən Səni cahidə bir şəv Hüseynim sana yadəyə Kalbe safa Güzel ağa Babalı Murad Babalı Nicat Alemdar Vefadar Ebelfer Miro Alem Sahib Alem Alemdar Vefadar Yollara kurban Hansı quruvun belə mövlası var Hansı quruvun belə mövlası var Hansı quruvun belə mövlası var
Ne kadar ehl-i vela var, Hüseyin ölmeyi bölmez. Ne kadar ehl-i vela var, ki ta kerb bela var. Ne kadar ehl-i vela var, bölmez. Şehadette şefa var, buna eşki ela var. Ölmeyi bölmez, Hüseyin ölmeyi bölmez. Bölmez. Eşhedü enne Aliyen veliyullah. İnşallah bir bende okuyalım bundan. Tamam olsun meclisimiz. Eşhedü enne yine yer göyce yerib qavra gəlib qəm gecəsi, qurulub Həzrəti Peyğəmbərə matəm gecəsi. Hər ilin əvvəli aləmdir Mühərrəm gecəsi. Qara köynək geyəri, can deyəri, biz Hüseynə görə candan keçərik. Biz Hüseynə görə candan keçərik. Ra eşhedü enne Aliyen veliyullah. Aliyen veliyullah. Ali Əsğər ağamın qundağına and olsun, qan dolu Kərbəla torpağına and olsun. O güzel qavlə batan sərdarına and olsun. Hər Məhərrəm qara köynək geyərik, biz Hüseynə görə candan keçərik. Biz Hüseynə görə candan keçərik. Əşhədü ənə Aliyyən veliyullah. Əşhədü ənə Aliyyən veliyullah. Vay vay sen vay 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 sen vay 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 vay. اللهم صل على محمد وآل محمد. السلام عليك يا أبا عبد الله. السلام عليك يا حسين بن علي. يا حجة الله على خلقه. يا سيدنا ومولانا. إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله، وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله. اشفع لنا يا وجيها عند الله. اشفع لنا عند الله. يا الله 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 يا الله. İlahi Pərverdigara dərgahı açılan əllərimizi navimiz sinəmizə qaytarma. İlahi bu Muharremi ömrümüzün axırın Muharremi qərar vermə.
İlahi dünyada İmam Hüseyin aleyhisselamın ziyaretini, ıgbada o Hazretin şefaatini bizlere nasip eyle. İlahi amız İmam-ı Zamanın zuhurunda tacil eyle. İlahi cümle şehitlerimize rahmet eyle. Ata analarına sabr Eyyubi keramet eyle. İlahi gazilerimize acil şifa merhamet eyle. İlahi cavan kardeşlerimizi, asker balalarımızı ağla gelir gelmez hata belalardan amanda sakla. İlahi merizu merizelerimize acil şifa inayet eyle. İltiması dua edenler, dua eden de beni unutma diyenlere Allah'a acil şifa inayet eyle. İlahi cümlemizin hacetlerini reva eyle. Kalbimizden kini, kudureti, şeytaneti, vesveseni kenar eyle. İlahi dilimizden la ilahe illallah Muhammedun Resulullah Aliyyun veliyullah kelimelerini almacınan. İlahi dilimizi daima seni zikretmeyle nurani etcinen. İlahi cümlemize helal minnetsiz ruziler nasip eyle. İlahi dini İslam'a kuvvet vercinen. Dinin düşmanlarını mahv nabud etcinen. İlahi zindandan ahak yatanlarımıza Allah İmam-ı Musa Kazım hürmetine onlara ferec vercinen. İlahi bizleri ağamız İmam-ı Zamanın hakiki xadimlerinden karar ver. İlahi o Hazretin kalbini bizlerden razı karar et. İlahi kalbimizde ile hacet ve metlebler var sana agah, onları reva eyle. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyyekel Hacet ibnil Hasan salavatüke aleyhi ve ala abai fi azis sa'a ve fi kulli sa'a veliyen ve hafizan وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك توا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. İnşallah ettiğimiz dualar ve xüsusilə bu məclis qəbul olsun deyə və bu məclisin savabından dünyasını değişən ata-analarımızın ruhuna, şəhidlərimizin haqqı boynumuzda olanların ruhuna pay olsun diye ruhlarını yad edip El-Fatiha ma'as-salavatullah. Peygamberimiz Muhammed Aleyhisselam huzuruna Fatih salavat eşliğine. Allahümme salli ala İltiması doğru edenlerimiz, hastası olan, müşrik olan, cümlesinin her tarafı olmasına salavat eşliğine. Allahümme salli ala zindanlarda olan mahpuslara, müşriklerin her olup, tezliğiyle azaplarının müşriklerine salavat eşliğine. Allahümme salli ala
Əsərlərimizin salamasına xatir, qazələrimizin salamasına xatir, salamasına Suşan arxasında əyləşən cümlə sürücülərimizin salamasına, salamasına Allahümmə salli ala Muhammed və ali Muhammed. İki qardaşımız vətəndən uzaqda müşkülü sıkıntısı var, əzizləri iltiması qoyayıq. Bu qardaşlarımızın tezliklə sıkıntılarının aradan gedib, sağ-sağlam vətənimizə dönmələrindən ötəri salavat yükləyək. Hacı başda olmaqla nə qədər zəhmət çəkən, bu məclisin əliyə əksir yanmasına xidmət göstərənlər və özlərinin, ailələrinin salaması və dünyasını dəyişən anlaqlarına salavat eşəyək.